Bir damcı neft, bu sadəcə bir maye deyil. O, milyon illərin səssiz tarixidir. Milyon illər əvvəl qədim dənizlərin dibində gözlə görülə bilməyən canlılar yaşayırdı. Tədricən bu canlılar məhv oldu, öldü, onların qalıqları isə qaldı. Səssizcə dənizin dibinə çökdü. İllər, əsrlər onu qat-qat yığılan torpaq, qum və digər qatların altında saxladı. Zaman keçdi. 10 milyon, 50 milyon, hətta 100 milyon il. Təzyiq artdı, temperatur isə yüksəldi. Və nə vaxtsa bir yaşamın qalıqları inanılmaz bir şeyə, qara qızıla çevrildi. Neft yerin altında məsaməli qayaların içində gizləndi. Onun üstünü isə sərt qaya qatları örtdü. Sanki təbiət onu hər şeydən və hər kəsdən qoruyurdu. İnsan isə onu tapdı və ondan istifadə etməyi öyrəndi.